Allah! Dünyada faşizm üzrə qələbənin 80 illiyi bayramı mübarək olsun. Getdim bayram tortunu Cəmrə xanımdan aldım. O gün mən meyvə ilə qəşət eləmişdim. Meyvəli tort çox xoşum gəlir. O bananlı idi, bu çiyəlilisi. Cəmrə xanıma dedim, bax, ümumən deyəcəm. Dedi, belə xoşum gəlsə də, deməsə də. Reklam veriyoruz, bunu almış. Ay, hər nəysə, yaxşı olsa deyəcəm, yaxşı da pis olsa deyəcəm, pisdir. Tortumuz klubnikalı, belə. İndi dadına baxacağıq. Bizlə bərabər tortun dadına baxaq. Yaxşıdır, hə, oyunkündəndir. İllah da ki, bu kreminə bayıldım. O günkü üstü yadımda deyil. Çiyəlik var. Hə, mama. Çiyəlik ya var idi, ya yox idi, yadımda deyil. Qonaq eləmdə içində banan vardı. Bu çiyəliklidir, bu da dadlıdır. Kremi də dondurma dadı verir. Dadlıdır. Almağı deyil. Mən getdik aşağı. Yasamal. Yeni yasamalla üzbürüz kəndirə. Belə. Anı qolun. Yox, qoluğu deyirəm. Kebab aldıq 1 kilo. Bir də ki, nə aldıq? 2 dənə də. Valla o çörəyin adını bilmirəm. Lavaşdan qaldı. Çörəkdən nazikdir. Onu lavaş çörək deyirəm. Lavaş çörək. Lavaş çörək aldıq. Lavaş formasında çörək fətir deyirlər. Nə deyirlər, ondan aldıq. Bayramda da. Bayram qeyd edir. Tortu gərək yeməkdən sonra yerdi. Amma ev usta gələcəkdi və mənim reyim tort istəyirdi. Bilmədim nə vaxt gələcək, nə vaxt gedəcək. Ona görə tortumuzu yedik. İndi salam, necəs? İndi də kebabımızı aldıq. Bayram edik. Axşam köpüklü Türk kahvesi hazırladım. Deyəcəksiniz yuxum qaçacaq. Deyəcəm ki, yox, yuxum qaçan deyil. Mən fərqli insanam. Mənim kofedən əksinə yuxum gəlir. Onsuz da yuxsuz adam nə yoxsa qaçacaq. Neyse, mənə nuş olsun. Sonra da falıma baxım. Hello. Biz gidiyoruz. Nereye gidiyoruz? As always bilmirəm. Hara gedirik, oradan bilmirəm. Gedək harada gəzək. Nə bilim, hara gedirik. Yəqin 28-ə gedərik. Hələ yolda fikirləşəcəyim. Amma demiş ki, deyək, plansız, insandarsız, özünüz də bilmirsiniz. Vallahi biz harasa gedəndə ayağımız hara, başımız da ora. Hər zamanki kimi eynəyim qaldı evdə. Gəldi, çıxdı 28-ə. Bir orada Kapkan Büyüksü var, ora. Bizdə hər zaman Sənaye Üniversiteti Məmlək Akademi 28-də hər zaman Targovaya kimi iş günündə olsa, istirahət, bugünkü kimi istirahət günlərdə olsa, bayram günlərdə olsa, adi sıradan iş gündə olsa, hər zaman doludur, dolu. Yine buralarda alə təhsil müəssisələri var, ona görə. Gəldik Tesla'nın binası, Tesla heykəli olan Novostroykoya. Burada belə bir bina var idi, arkasında da bina. Buradaki bina uşaqları, arkadaki bina uşaqları da elə mümkün məhlədir də, bu bina o bina. Bu bir bina üçün dövlətlər məhləsi deyirlər. Nəysə, bilmədim daha buranı sökəndə həmin adamlara verdilər ev, ya son, ya necə oldu, söhbət necədir bilmirəm. Tesla, Nikola Tesla 369'un nə? Burada hardasa Kapkan Büyüksü olmalıdır. MM Büyüksü gedən yer. Nə qəşəng. Cəmanım. Büyüksü hardasa. Baxın, burada MM var. Yenə MM Gold var idi. O köçdü, getdi. Hadi Kapkan Shop görürsünüz. Balacaydan da bilmədim, dün bəlkə icazəsi olmasa da xoş xanım idi, sahibi deyirəm, elə qəşəng özünüzü elə qəşəng reklam edirsiniz. Çox qəşəng. Koreyandan Agata firmasından pomada aldım. Unpackingini evdə eləyərəm. Elə qəşəng, hədiyyəlik də çox qəşəngdir də, çox gözəldir hədiyyəlik. Qabı filan. Üstəlik, indi modlu şarmlar, breloklar taxmaqda, çantanızda da belə brelok kimi, şarm kimi taxın. Lap balaca əl boyda çantalar gəzdir, o da şarm kimi tax, yolda götürüb təzələ hara getdin, təzədən yerinə as. Süperdir. Göstərərəm evdə. Qəşəng güllərdir, adamın ürəyi açılır. Güllərə baxanda adamın ürəyi açılır. Gəlin nə qəşənglər. Bu vaxtın güllərini çox sevirəm, çox qəşəng olurlar, süperdir. Maraqlıdır, restoranın qabağında alov kimi. Hoşum gəldi, qəşəng maketdir. Alova bənzəyir. Tarixi bina. Maraqlı nə göstərəcəm? Bunu sökmək olmaz axı.
Və sökməsinlər deyə, hə? Düzdür, arxitektura bir-birinə uyğun gəlmir, amma üzərindən baxın, Novostroy kimi tikiblər və bundan fərqlənməsin deyə dam hissəsinə belə daşlı belə bir şey qoyublar. Amma elə bilən yamaq eləyiblər də. Bu və yamaq. Bakıda, Azərbaycanda böyle şeyler olur. Deyim, görün nə qəşəng köynəkdir. 35 manat 99 qəpiyə düşüb. Bu 24 nədir ola bilmirəm. 2 XL-dir. Çox qəşəngdir. Material da gözəldir özü də. Ağlarda var amma mən bunu bəyəndim. Bu jilet də qəşəngdir. Baxın 25 manat kətdandır. Çox sərin. Arxasında da bir dənə elə 35 manat 99 qəpiyə bir qəşəng köynəyi var. Amma jileti bəyəndim. 30 manata düşüb 29.99. Kapasite pence 50 manat idi neydi? Düşüb 39. 29.99'a. Bakı razmerdi. En kökəlmişəm. Nədir? Bəzi yerlərdə araq görmürəm, bəzi kök. Gedirik, atam. Bilim onun pulunu. Qoymadı ki, bir kişi hissəsinə baxım, Səlim üçün şalvar falan alım. Qoyma da, inşallah gələn dəfə gələndə. Özümkiləri pamadan da onda şeydi, Səlimin puluna yox, kredit kartımdan ödədim. O kredit kartım kimi bağlayacaq bir Allah. İnşallah, qoy YouTube'dan çoxlu qazanclarım gəlir. Mən də o kredit kartımı bağlayıram. Ona görə neynəyək, baxışlarımı artırırım. Bax, bəzən istəyirsiniz ki, görürəm, mən Instagram'a falan direct yazırlar ki, Rəhmə alışveriş videolar gəlsin. İnanın, mən də alışveriş xoşduram. Amma və lakin Olivia açılır ha, yeni yasamalda, uca tikirlər. Bilirsiniz harda? Yeni yasamaldakilar bilər. Hə, yeni yasamaldakilar bilər. Olivia hardadır? McDonald's'da açılacaq. Bu bizim market var ya, Bol Market, sonra mega ucuzluq Univermaq 4 yol ayrıcı var ya, Əsəd Əhmədovda. Orada görəm, gözəl evimin yanında balaca bir dənə Olivia açırlar. Yarımçıq axı, direct yazırlar ki, biz Rəhmə xanım belə-belə də alın, nə bilim, paylaşın, alışveriş. İnanın, mən də alışverişi sevirəm. Amma alışveriş üçün maliyyə lazımdır. Neyinirsiniz? Zəhər siz istəyirsiniz, mən də çəkəcəm də, alacam da əlbəttə ki. Amma bir şərtlə baxış sayımı artırırsınız, özünüz baxırsınız, sevənlər və sevməyənlər yaxın ətrafınıza deyirsiniz, baxış sayımı falan artırırsınız. Polo etsə laf yaxşı olar. Bizdə polodan asılı deyil baxış sayı, amma baxış polo etmədən də Dəli Məcnun təzdən gəlir, o teatr var idi. İndi mən də təzdən danışmalıyam, çünki o səsimi kəsəcək. Hə, polo etsəz temluçu olar. Virtual ailəmiz böyüyər. Sevənlər və sevməyənlər onsuz da məni izləyirsiniz. Amma baxış sayımı artırın. Sevənlər sevdiklərinə, sevməyənlər də sevdiklərinə göndərsinlər ki, bax, sevmədiyim bir Rəhmə var, baxın ona. Sevənlər də desin ki, sevdiyim Rəhmə var, baxın ona. Belə. Olaraq, biz gəlməliyik McDonald's'dan. Səlimə konus dondurma almalıyıq. Dondurmasını yiyir, bıqlaqda dondurma. Salsiyetkalar. Mən də aç kimi yadımdan çıxıb qalıb evdə. Dodağımda vallahi hamısı şeydir. Trikoda qatıb qarışdırmışam. Karandaşı, bleska, pamadası. Pamada belədir. Görün hədiyyəli necə qəşəngdir. Buradan Agathadır. Görürsünüz, buradan şey də var. Şarım kimi asmaq istəyirsiniz. Pamadanı asırsınız. Çantanıza gəzirsiniz elə. Hədiyyəli superdir. 11 manat 10 qəpikdir. Nə idi? Ona düşmüşdü. 18 manat 50 qəpikdir. Nə idi əvvəlcə? Görün qəşəngdir. Amma ayrıca unpacking olacaq. Təzə gəlmişdim evə. Soyundum, üz-gözümü sildim, elədim. Bir də gördüm ki, Sevda xanım yazır ki, Rəhmə xanım, teatra getmək istəyirsiniz dedim. Yəsəf kaos, əlbəttə getmək istəyirəm. Nə tərəfdən bəzəndimsə, bir dənə şalvarımı dəyişdim, bordo ayaqqabımla bordo sumka, bir dənə də bu bordoya uyğun. Qaçdım, təzə belə kazarmada rejimlə. Əsgərlər kazarmada necə giyinir, mən makyajımı falan elədim. Bilirsiniz? Hə, makyajımı falan elədim. Kazarmada rejimdə. Bir qaçdım teatra. Dodağımdaki pomada bayaq aldığım pomadadır. Ayrıca çəkmişəm. Siz də əsəblə çəkmişəm. Amma effektə də bu rəngi verir belə də. Görün nə qəşəng güllər var. Güllərə baxın. Hə. Dedim çatmaram. Polunu çatacağım. Qaça-qaça gedən teatra gedən kim ola bilər? Yalnız o yalnız mən. Rəhmə Sultan.
Ümumiyyətlə mənə çatmır o insanlar ki, teatr sevməsinlər və yaxud kitab oxumağı sevməsinlər, sevməsinlər. Çatmır da mənə. Maariflənmədən uzaq olan, sadəcə maariflənmədən uzaq olan adamlar deyir, mən sizin maarifli video çəkirəm, gülməyim gəlir. Maarifli nə? 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 Çatmır mənə. Ümumiyyətlə kitab oxumayan şəxsin nə dildə o danışırsa danışsın, düzgün qoyulmamış nitqi var. Amma kitab oxuyan şəxs düzgün qoyulmuş nitqə malikdir. Yəni mən ədəbi dillə danışmıram, amma hər bir halda mənim nitqim, danışığım düzgün qoyulmuşdur. Yəni ədəbi dildə danışa bilərəm, amma ədəbi dildə danışanda da adam yorulur. İzləyici yorulur. Magazinlər baxıram, mağazalar. Nəysə, qaçdım. Pomadam yaxşıdır, xoşum gəldi. Hələ ki dodağı falan qurutmur, çünki onsuz da mat deyil. Mənim Kikon pomadalarini sevirəm. Kikodan bir dənə pomadam var. Mat deyil, bayaq çəkmişdim, üstündən sonra götürdüm, balzamı çəkdim. Sonra maga. Altından da balzam falan çəkmişdim. Üstdən blesk, gloss çəkmişdim də, parıldadıcı. Dodağımı qurudur, amma mat deyil. Gəldim, qardıroba olan qardıroba verir, olmayan yox. Baxın, bayaq mənə kök göstərirdi bu. Görürsünüz, indi elə də kök görünmür. Yəni geyim tərzinə asılıdır. 42 razımı giyinirəm, kök də deyiləm, arıq da deyiləm. Balıq ətli, yəni. Neyse, qaçım zətdir. Öndərimizin doğumunun 102 illiydi. Teatr Azərbaycan mədəniyyətinin, xalqının milli ruhunu, milli dirçəlişini, inkişafına, ümumiyyətlə mənəvi səviyyəsinin yüksəlməsində böyük rol oynayır. Heydar Əliyev. Hər hərfi ilə, hər sözü ilə razıyam. Tamam.
Teatrdan çıxdım. İlyas Əfəndiyevin Hökmdar qızı əsəri əsasında tamaşaya qoyulmuşdu. İbrahim Qarabağxan, İbrahim xan və qızı Ağabəyim ağa Qoşulbanın, Natavanın bibisi olan, o vaxtın çox maarifli oxumuş, bir neçə dil bilən, hətta ağlı dərrakəsi yüksək olan Fətəli Şah Qacarın ikinci zövcəsi olmağına rəğmən baş hərəmi olan Ağabəyim ağa həsr olunmuş. Azərbaycanın İran və Rusiya tərəfindən hər zamanki kimi necə işğala uğramasından danışan bir əsər. Ağabəyim ağa İbrahim xanın qızı Fətəli Şah Qacarın ikinci zövcəsi və baş hərəmi. Bir neçə dil bilən, hətta Bonapartla, Napoleonla belə məktublaşan o ali, zekalı qadın. Hətta internetdən belə bir şeylərə oxudum ki, daha doğrusu bilgim var idi, biraz bunu da dəqiqləşdirdim ki, vətən uğrunda sevgisini qurban vermiş. Yəni siz bilirsiniz ki, xanzadələr, şahlar falan izdivacları yəni ki, neysə bir məqsəd güdən əqd şəklindədir. Hərəmə daxil olmuş, sevgisinə sadiq qalmış. Hərəmdə də Fətəli Şah Qacarın hərəmində belə bir qanun vardı. Hərəmə daxil olan qadınların hərəmdəki paltarlara yəni ki, sözsüz haqqı var idi. Fətəli Şah Qacarın anasının paltarını görmüş, giyinmiş. Fətəli Şah Qacar onu bu paltarda gördükdə zövcəsi və baş hərəmi olmağına rəğmən ona heç bir zaman toxunmamış. Bunda ən ağıllı bir qadın ağlına gəlməz. Yəni o paltarı, anasının paltarını çıxartmaq, ona toxunmaq, anasına toxunmaq kimi qəbullanmış. Amma onunla belə bütün dövlət işlərini onunla müzakirə etmiş, sirdaşı, yoldaşı olmuş. Ona görə indi də o vaxtdan qadınların oxuması düzgündür. Ona görə bayaq da dedim, kitab oxumayan insanı, xüsusilə biz qadını anlamıram. 9-cu, 8-ci sinifdə qızınızın kosmetika həvəsi var deyə. Onsuz da kosmetikadan istifadə edəcək. Birinci, 9-cu sinifdə olan uşaqdır. 11-i bitirsin, istəyir, boçkasına girsin, çıxsın. Kosmetika almaq yerinə kitab alın. Kitab alın ki, maarifli olsun. Kitab alın ki, maarifli, xasiyyəti gözəl olsun. Şizoid deyə keçməsin. Kitab alın ki, maarifli olsun. Öz psixoloji komplekslərini yenə bilsin. Kitab alın ki, ayağı üstündə dura bilsin. Ayağı üstündə dura bilən, pul qazanan olsa da, o pis xarakterlə maarifli olduğu üçün düşünüb, daşınıb, məhz xasiyyətinin şizoid olmasının özünün təqsiri olmağını anlasın. 9-cu, 8-ci sinifdə uşaqlarınızda kosmetika yox, kitab alın, oxuyun. Ola bilsin ki, insan ali savadı var. Yəni elə bir universitet qutarıb ki, bal az, qiymət çox, yəni ki, ödəniş çox, daxil olub, alıb. Ola bilsin, insan ayağı üstündə dura bilir. Amma nə qədərəcə gözəl nitqi olsun. Özünü və ətrafdakiləri anlaya bilsin. Maarifli olsun. Kitab alın. Qızlarınıza 9-cu sinifdə kosmetika yerinə kitab alın. Allah atama rəhmət etsin. Anama da uzun ömür, can sağlığı versin ki, məni kitaba, elmə, mədəniyyətə ta körpəliyindən alışdırıblar. 8-ci, 9-cu, 10-cu, 11-ci sinifdə kosmetika yerinə mənə kitablar alıblar. Kitabxanalara aparıblar. Teatrlara, operalara aparıblar. Maarifli olun bəylər və xanımlar. Ola bilsin ki, indi elə zamanədir ki, diplomunuza uyğun iş tapmayacaqsınız. Diplom olmaq, cahil olmaq demək deyil. Diplomlu, cahil olan, kitabdan uzaq olanları da tanıyıram.
Və həqiqətən o qədər cahil olurlar ki, özləri səhvkən səni səhv günah, haqq düşməni elan edər. Amma illər keçsə belə üzr istəmək yerinə xatırlamıram deyər. Onları eşitdirəndə küsər, gedər. O da hamısı cəhalətdən, kitabsızlıqdan irəli gəlir. Milyonları qazanmaq olar. Amma özünü inkişaf etdirmək isə çaba sərf edir. Milyonları qazanmaq olar. Amma o qazandığın milyonlardan bəlkə də kitablar, bəlkə yox, mütləq olaraq kitablar alıb maariflənmək də olar. Ali savadlı olub maariflənməkdən uzaq olan cahil də olmaq olar. Bəlkə deyəcəksiniz ki, atan-anan ali savadlı idi, bəli. Amma mən elə fəhlələr tanıyıram ki, görmüşəm ki, övladlarına savad da verir, maarif də verir, kitab oxumağı önərir. Bir kitab oxuyun, yalnız. O biraz başqa söhbət idi, kitab oxu bizdədir. Mən başqa şey dedim, anlayanım. Neysə, gəldiyi teatr gözəl idi, Qarabağnamə idi, teatrın adı. Dediyim kimi İlyas Əfəndiyevin Hökmdar qızı əsəri əsasında tamaşaya qoyulmuşdu. Azərbaycanın İran və Rusiya tərəfindən işğalı, bölünməsi tərəfindən Vahid Azərbaycan mübarizəsi barədədir. Çox maraqlı teatrdır. Azərbaycan Milli Akademik Teatrındadır. Gedin, tamaşa edin, baxın. Restoranlar qaçmayacaq, Trendyol, Temu heç qaçmayacaq. Gedin, maariflənin. Kitab da oxuyun, teatrları da, tamaşaları da izləyin. Sizə qalan Temu, Trendyolumuz onlar olacaq.